Çətin çəkir. Daha çox çətin çəkir. Why Serbian people don't speak English? Why? Why? Yeah, sing it. Just only. And 500. Necə ola bilər ki? 1500 gücüdür. Yeni ölkə, yeni şəhər, amma köhnə vərdişlər. Elə bilirsiniz, formada qalmaq asan bir şeydir. Elə isə Azərbaycanda elədiyimiz idmanı, getdiyimiz idman zallarını bu dəfə Serbiyada edəcəyik. Gedək görək, orada vəziyyət necədir, qiymətlər necədir, Azərbaycanla müqayisə edəcəyik. İndi ola bilər bəzilərinin mən qiymətlərini bilmərəm Azərbaycanla müqayisədə. Siz onları rəylərə mütləq yazarsınız. Gəlin, getdik. Haradasınızsa olun, kimlərsinizsə olun. Əgər bir məqsədiniz varsa, o yer artıq sizə yad deyil. Bəzən bir xarici ölkədə, bəzən tanımadığın küçələrdə özünü tapmağın ən qısa yolu özünlə apardığın o nizam-intizamdır. Ona görə də hara gedirsinizsə gedin, ilk öncə özünüzü tapa biləcəyiniz, enerjinizi tökə biləcəyiniz o yeri, öz zalınızı tapın. Çünki hər bir məşq əslində evə qayıtmaq kimidir. Keçən videoda da demişdim, çox qəribə yanaşırlar insanlara, yəni maraqlı tərzdə ona baxışıyla kim baxışı. Çox maraqlı yanaşmaqlar. Bu arada idman zalımız buradır. Oranı tut, Achilles Gym. Achilles'dir də, Achilles deyil. Achilles Gym'dir. İndi birazdan girib soruşacağıq. Nədir qiymətləri, necədir, içərini göstərəcəm, icazə alacağım. Baxda hal-hazırda insanlar, nə deyirlər, həvəres, istirahət edirlər. Serbiya küçələrində həyat öz axarındadır. Kimsə iti ilə gəzir, uşaqlar parkda qaçır, hər kəs anın dadını çıxarır. Amma mənim üçün günün ən vacib dayanacağı hələ qabaqdadır. Və bir də ən çox bir sən nə diqqətini cəlb eləyir? O yazıları görsən, hər yerdə yazılar var. İstərlər divarlar zadı, hamısını yazırlar. Burada sanki divarlar da danışır. Hər küncdə bir tarix, bir rəng var. Serbiyada divara yazı yazmaq bir növ sistemə etiraz və ya mən buradayım deməkdir. İnsanlar hisslərini, sevgi mesajlarını və cəmiyyətdəki problemlərini divarlara yazmağı sevirlər. Burada, mən burada o mənada yadlıq çəkmirəm. Çünki binalara da baxanda, keçən videoda da demişim, indi deyirəm. Binalar demək olar ki, bizim stilindədir. Eyni stildədir. Amma çox da 16 mərtəbələr. Və bir də nəyə görmüşəm burada? Daha çox itlə gəzirlər. Fikir ver. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 daha gedir. Elə bir it sevdası, heyvan sevdası burada daha çox üstünlük. Heyvanlara qayğı çox. Bəli, daha çox üstünlük təşkil edir. Fikir versən, oradan başlayır başlığı. Daha ki deyəsən sağa kim verəcək? Uzun parkdır. Görün, gəlib atmosferi pozan başqa bir insan varmı? Mərdumazar varmı? Yoxdur. Bir dava dalaş da yox. Çünki cavanlar burada nə iş var? Biz bir dənə burada cavan. Qaqa, biz niyə bura gəlmişik? Mənə çatmır. Biz mərkəzdə olmalıydıq, Belqradda olmalıydıq biz. Yenə deyəcəm, dəfələrlə təkrarlayacağam. Mən düşünməzdim ki, Serbiyada biz belə bir situasiyadan qarşılaşaq ki, insanlar çox qəribə baxır bizə. Doğrudan, yəni məsələn, mən Azərbaycanda çöldə belə video çəkməmişəm. Amma düşündüm ki, burada olanda baxmazlar da. Amma görürəm gələn, gedənlər, nə bilim, cavan insanlar gördüm, mən şokdayam. Mən şok. Cavan nəsil var. Park gör nə qədər uzaq. Cavan nəsil çox az gəlir bura istirahət eləməyə. Əslində istirahət deyəndə zaten buranın insanlardır. Məsələn, buradan düşən insanlardır. Mən buna varam. Parkın hündürlüğü, parkın genişliği oydu. Fikrime ait. Neyse, parkın genişliği fikir versən ki, hara kimi uzanır. Normalde piknikdə görməliyik. Biz burada piknik eləyən insanlar, amma piknik görmürük hal-hazırda. Ancaq insanlar walking gəzirlər. Telefon, kompüter və sosial şəbəkələrdən uzaq olan insanlardır. Yəni indi yayda düşünün ki, yayda daha çox insan çıxacaq buralar, yəni ki dolacaq və biz də burada zülm çəkəcəyik. Mənim Azərbaycanda ondan ki bir sökdədim ki, doğuq töküblər də. Hər yerdə uşaqdır, doğuq töküblər sanki. Burada çünki uşaq pulu da yüksək məbləğdə verilir. Onunla bağlı məlumatım var. Yüksək məbləğdə. Və buna görə məsələn nə qədər birinci uşağa nə qədər verirlər? Birinci uşağa 10.000, ikinci uşağa 20.000.
Yəni 10.000 dinar, Euro. 10.000 euro. Bəli, İkinci 10.000 uşaq olanı euro. 20.000 euro. Bəli, bəli. Bunları çox güman ki, bir dəfəyə verməzlər. Yox, hissə verilir, aylıq. Aylıq verirlər. Amma Aylıq yəni bankdan nəticə çəkirlər. etibarilə verilir də. Məsələ Bəli, odur. bəli. Bölünür də, yəni 12 aya, 24 ay arası bölünür uşaqlara. Dövlət yəni uşaqların fonduna pul ayırır. Biz Dünyaya susuruq. gələn kimi. Biz susuruq heç nə demir. Sadəcə mənzərəni seyr eləyir. Bununla bağlı məncə heç danışmıyorum. Burada uşaqlardır ya da böyüklərdir. Orta nəsəb bizim yaşlılar hanı? Yoxdur. Bunlar məktəbdən gəlir hal-hazırda. Yəni, bağçadan, məktəbdən. Adam qorxur uşaqlara yaxınlaşmaq. Bir də söz deyəsən gör, necə reaksiya verərlər. Deməli, məktəb həyətidir. İkinci simendir də bunlar. Dərsən idman dərsidir. Bədən tərbiyədir. Belə şərait yaratmaq lazımdır ki, uşaqları həm futbola, həm idmana nə deyim, cəsarətləndirmək, həvəsləndirmək. Bu avaz şipot atır. Gedib yoxlaya bilərdik deyərdim, amma məktəbdir. Məktəbə çox güman ki, icazə verməyəcəklər bizə. Dərs vaxtı bitmir. Maraqlı bir şey var ki, bizdə xüsusi geyimlər olur da məktəblər üçün. Amma bunlarda xüsusi geyim yoxdur. Hərə bir geyimdədir. Saat 6-ya qalıb hələm dərs bitməyib. Fikir ver. Məktəbli forması. Yəni məktəbli forması yoxdur, yox. Yəni uniforma yoxdur. Yəni hər kəs fərqli geyimdə. Cins geyinən kim, avra stilində geyinən kim, məsələn, kimi göstərir, bax. Görürsən? Sportivlə gələn kim. Maraqlı yanaşmadır sadəcə. Amma mənim fikrimi soruşsan, mən təbii ki, şeyə üstün verəm, xüsusi formaya üstün verəm ki, bilirsiniz ki, bu məktəblidir, bu yoldan kimdir. Biraz ətrafı gəzdik, indi gəldik Axillesə. Dediyim kimi, girək görək qiymətlər nədir, necədir. İndi bunların hamısını mən sizə göstərəcəm. Let's go. Do you speak English? A little bit, a little bit. See you later. Srpska language, dobar dan. Yes, dobar dan. Srpska. Say hello from Serbia to Azerbaijan. Is it okay if I film video for my YouTube channel? Okay. Okay. That's right. I have any questions? Yeah. First, what's your opening and closing hours? Right, please. Opening is Yeah. 7 o'clock Mhm. or 11. Eləmə. 8-dən deməli saat 11-ə qədər aktiv olur, işləyir. Bizdə bilmirəm 8-dən başlamır deyəsən. Bizdə tez başlayır. Ha? Səhər Bizdə saat 8-dən 10-da başlamır başlayır da. bizdə. Oh, bro. Onda səhər saat 10-da başlayır bizdə. Ah. Burada tez açılır. It's so late for Azerbaijan hours. Okay. That's right. Second questions. Çətin çəkir. Daha çox çətin çəkir. Why Serbian people don't speak English? Why? Why? Yeah, single. Just only speaking Srpska language. English language is international, yeah? International. Yes, Yeah. but why you don't speak Serbian? Alo, doğrudan. Why? Just You don't speak Serbian. That's why. I'm from Azerbaijan. I speak English and Russian language and Azerbaijan and Turkish language. Yeah, 4 language. Yeah. Okay. Just learning Srpska language. I know Hvala, Dobardan, Nezumete, Nerezumete. Başka? Başka ne sözler bildi? Hvala. Yok falan dedim. Appetit, nuş olsun. Okay. Second question. What's your membership price? 5,000 for 1 month. Okay. Deməli 5000 dinar bir aya olur da 5000 dinar. Aslında 5000 dinar deməli mən belə deyim də bizdə 1 manat 60 dinardır. 1 manat 60 dinardır. Bunu nəzərə alsaq 5000-i 60-a bölməliyik. Düzdür, biz Azərbaycan puluna bura baxarsan, orada çox baxma. Biz normalda bölməməliyik Azərbaycan pulunu, amma indi sizə göstərmək üçün, izah eləmək üçün deyirəm. Amma normalda avro ilə. Avro isə 117-dir. Yəni 1 avro 117 dinardır. İndi 5000-i 117-yə böldük də. Language qarışdı beyində sualı. Next question. What's your single visit and monthly pass? How much? Monthly pass 1000 dinar monthly. 1000? Okay, just a second. It's not trouble. 5,000 for monthly. Okay, and a single visit. 1,000 and 500. O necə ola bilər ki? 1500 bir gedir.
Bir gediş 1500 deyir, amma məncə səhv dedi. Single visit. Yeah. Day card for No. Per a day? just 1 day, but 4 months Yeah. is 5,000. Okay, I know. Əgər biz istəsək hər gün gələ bilərik. It's limit, no limit, yeah? No limit. 5,000 dinar, no limit. I am coming in here and the 30 gym. days. Yəni bizdə limitsiz məsələn atıram da bəzi yerlərdə var 35 manat, bəzilərində limitsiz 100 manat. Bizdə fərqlənir də. Bunlarda fərqlidir. We want to come after work. Okay. Yəni zaten saat 11-ə kimi 8 o'clock day starting and 11 o'clock. Yeah? Yeah. On weekends, it's opening 8 o'clock or closing 10 o'clock. Okay. 8-dən 10-a kimi. 5000 dinar əslində bizim Bəli. bir günlük pulumuzdur. Yəni minimum bir günlük pulda. Normalde 4800-5000 qazanırlar. Okeydir. Burada bir günlük maaşa 30 gün idmana gəlmək İdman eləmək olur. İdman Ha. eləmək olur. You gonna show me menu? Please. All things. Just a second. I will take any Yes. package, okay? I will take and we will take. Qiymətlərə baxdıq. 5000 dinar dediklərində bir aylıqdır və hər gün istədiyin vaxt gələ bilirsən bura. Yəni 12 gediş, 15 gediş qoymurlar. Və gəlirsən. 5700 dinara olan isə elə bil ki bu filialın digər filialları da var da, başqa yerdə də, Sirvenədə var, Belqradda var. İstənilən yerdə ola bilərsən. Məsələn, bir gün mən buradayamsa bu zala gələcəm. Amma o kartı götürəndən sonra səhər üçün başqa idman zalına da gedə bilirəm. Amma bunun filialına 5700-ə. Digər paketlər də var. Məsələn, bir dəfəlik 1500 dinardır. O sərf eləmir. Hardasa 23 manata gəlsin. O sərf eləmir. Eləsi də var ki, məşq, müəllimlə məşq keçmək. 15000 dinar, 24000 dinar. Başa düşdün necə? Bu dinar deyəndə siz onu 60-a bölün ki, AZN-ə çevirsin də. Və ya da avroya bölmək istəsəniz 117-yə böləcəksiniz. Belə bir şey. Okey, onda mən 5700 dinar olan götürəcəm. Gəlim idmanlarımı bərpa edeyim. Yəni, Azərbaycanda eləyirdim, bir müddət ki eləmirdim. Yəni fit qalmaq istəyirsinizsə, six packs istəyirsinizsə mütləq olmalı bunlar. Düzdür. Okay. I will back again. Okay, tomorrow. I paid by card, only card. Okay. Okay, thank you. Deməli, uşaqlar, sabahdan artıq başlayıram burada idman zalına. İndi çalışdığım qədər işdən sonra gələcəm. Boş vaxtlarında idmanımı bərpa eləmək üçün bura gəlməliyəm. Çünki idman eləyəməyən insan, yenə də mən idman eləməyəndə çox narahat oluram, özüm narahat hiss edirəm. Bunu hamımıza məsləhət görürəm. Çalışın uşaq vaxtından, əzəldən idman eləyin ki, bədən otursun yerinə. Ondan sonra isə bir müddət eləməyəndə bədən biraz çökəcək. Daha şey eləsəniz, yenidən bərpa olunacaq. Okay? Thanks.